Salam, hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün sizə Masazır qəsəbəsində əla hündür yerdə, əsas prospekt yola yaxın bir ərazidə qəşəng 1,7 sotda 6 otaq 2 mərtəbə qəşəng, gözəl tikili bir evimizi təqdim edirəm. Masazır qəsəbəsində yerləşir. Hündür ərazi, paket kupça 6 otaq 2 mərtəbə 135 min manata. Belə evlərin adətən qiyməti 150 mindən 160 mindən yuxarı olur. Bu sizin üçün təqdim edirəm. İlk olaraq bizim kanalımızda, səhifələrimizdə ekskluziv olaraq görə bilirsiniz. Həyəti Targovi daş, bax bu cür qəşəng paket kupçalı. Bax, həyət darvazası, yolu açılır, qazı, suyu, işığı və evin paket kupçası. Super. Evin də yan tərəflərini görürsünüz, bax. Memarlıq standartlarına uyğun olaraq məsafə qoyulub. Bax, həyətində evin belə bir fasad görünüşü var. Qəşəng 2 balkon, 6 otaq. Birinci mərtəbədə bir yataq otağı, salon, mətbəx. Yuxarı mərtəbədə 4 yataq otağı, 2 sanitar qovşaq, mətbəx, hol. Super. Doğrudan da gözəl evlər. Gözəl 2 ədəd evdir, hörmətli izləyicilər. Eyni kvadrat, eyni ölçü, eyni tipli quruluşda proyektdə olan evlərdir. Qəşəng tikili, gözəlliyi də var. Həyəti də böyükdür, hörmətli izləyicilərimiz. Həyətə rahat 2-3 maşın daxil olur. Boş yerlərimiz də var. Evin içine daxil olub göstərim sizlərə. Evimiz ekskluziv evdir. Birinci dəfə yalnız bizim səhifədə, kanallarımızda görürsünüz. Yarım qalan işləri var hal-hazırda. İşlər gedir, tamamlanacaq. Tam təmirli, gözəl bir ev. Bax, giriş hissəmiz. Giriş hissəmiz, hörmətli izləyicilərimiz. Tavan figurları görürsünüz, spot lampalar montaj olunacaq. Sayğacları var. Əsas odur, evin paket kupçası var. Bax, salon hissəmiz bu formada qəşəng, gözəl, panorama tipli şəbəkə formasında pəncərə öz həyətinə baxır. Döşəbə laminat, bax, şəbəkəyə alınmış, dekkalı şəbəkəyə alınmış divar kağızlarımız, qəşəng bəzəkli TV stendimiz. Bu evimizin salon hissəsi. Bu isə evimizin bax, mətbəx hissəsi. Bu yataq otağıdır, hörmətli izləyicilərimiz. Birinci mərtəbədə olan yataq otağı, qəşəng gizli işıqlarla bir yerdə. İsti sistemi, kombi. Bu cür qəşəng 14 kvadratlıq otağımız. Mətbəxə daxil olaq. Burada da belə bir qəşəng dekor güzgü vurulub. Mətbəx hissəmiz 14 kvadrat. Yan hissə boşdur. Evin dörd bir tərəfi boş vəziyyətdədir. Burada da gizli işıqlar və spot lampalar, çilçıraq üçün alçıvandan figur yığılıb. Qaz xətti, su xətti, hər bir şey çəkilib, montaj olunub. Bu da evimizin bax, sanitar qovşaq hissəsi. 4 kvadrat ərazisi var. Bunlar hamısı montaj olunub veriləcək. Kim alsa bir həftə ərzində qalan işlər tam görülüb veriləcək. Döşəməsi istepol, 4 dövrəmə qoşadaş, monolit beton, ikinci və birinci mərtəbə arası monolit beton. Burada pilləkənin altında saxlanan üçün qapı qoyulacaq. Kiçik olsa da artıq işıq yığmaq mümkündür. İkinci mərtəbəyə qalxırıq, bax, qalxanda bizi bax, belə qəşəng dekor tablo qarşılayır. Çox gözəl bir hündür. İkinci və birinci mərtəbə arası bax, 20 santimdə olan monolit beton. İkinci mərtəbəyə qalxdıq. Qiymət 135 min manat. Real müştəridə olsa, təbii ki, qiymətdə endirim olacaq. İkinci mərtəbədə olan sanitar qovşaq. Burada da yarım qalan işlər var, tam təmir olunub veriləcək. Qiymət çünki münasib və dəyərindən aşağı olan qiymətlər. Giriş hissəmiz, bax, görürsünüz. Tavan da hündürdür. Döşəmədən tavan olan hündürlük 1 metr, 3 metr 5 santim. Bu bir yataq otağımız. Gizli işıq, alçıpan figurla bir yerdə. Bu bir yataq otağımız. Yataq otaqlarımız kifayət qədər genişdir. Gizli işıq, hər bir otaqda alçıvandan yığılmış tavan figurlar və gizli işıqlar. Bu isə ən böyük yataq otağımız. Görürsünüz, gözəl dekor
şəbəkəyə alınmış divar kağızları, tavanda fiqurlarımız var, gizli işıqlarımız var. Bu evin də özünə məxsus balkon hissəsi var. Sizlər üçün təqdim edəcəm. Bu da balkon hissəmiz, görürsünüz. Öz həyətinə baxır, geniş, qəşəng, gözəl həyət hissəsi var. Ən böyük otağımızdır, 18 kvadrat. Geniş formada, hörmətli seyircilərimiz, baxın. Çox gözəl. Bu isə digər bir yataq otağımız. Burada hardasa 16 kvadrata yaxın var. Yenə burada da alçıvan fiqurdan hazırlanmış gizli işıqlar, şəbəkəyə alınmış divar kağızları, qiymət 135 min manat, 1,7 sotda əsas yola yaxın, qazı, suyu, işığı, daim olan kommunal xətlər var, mərkəzi kanalizasiya xətləri. Bax, bu da balkon hissəmiz, ikinci otağın balkon hissəsi, evin ikinci balkonu bax burada da var, görürsünüz. Bax, evin də üstünü görürsünüz. Evin yan hissələri, bir tərəfi yol, digər tərəfi qonşu ilə olan məsafə 1 metrdən çox yol var orada. Arxa hissə boşdur, ön hissə təbii ki yol hissəyə düşür. Doğrudan da gözəl, hörmətli seyircilərimiz, bir daha xatırladım, 1,7 sotda 2 mərtəbə qoşa daşla inşa olunmuş paket kupcalı 2 mərtəbə evimiz. Qiymət 135 min manatdan təşkil olunur. Real müştərilərə təbii ki qiymətdə endirim olunacaq. Giriş isə bu cür gözəl dekor proyekt layihə verilib. Buyurun hörmətli seyircilərimiz, söz sizdə, diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm. Digər qalan işlər, təmirə aid qalan işlər tam təhvil gözəl bir şəkildə alıcıya təqdim olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.